Uşağı deyim oradan uşaqladım. Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 11 Liqası Ulduz FA qarşılaşmasını sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Bol qollu qarşılaşmalar izləmək istərdik. Onu da xüsusi vurgulamaq istərdik ki, bu iki komanda Gol TV'nin simpatiya bəslədiyi komandalardır. Elcan Bəşirli oyundan əvvəl öz dualarını edir və Hakim Toğrul İbadovdur. Onun start fiti ilə qarşılaşma başlayacaq. Saatına baxdı və indi meydandakı oyuncuları saydı, hər şey qaydasında da başlamaq olar. Komandaların heyətlərini sizə təqdim etmək istərdim. FA-da 1 nömrə Hüseyin Ağa Ağayev, 2 Uğur Nəbizadə, 4 Elmin Nəbiyev komandanın kapitanıdır. 10 Bayram Bayramlı, 11 Tunar Rəşidzadə, 55 Uğur Quliyev, 88 Eltun Abdullayev, 19 Səyid Kərimov, 27 İbrahim Bağırov, 9 Fərruh Nəsibov, 8 Yunis Quluzadə, 15 Mehran Zeynalzadə, 33 Kamil Ümbətzadə, 7 Ayxan Xudiyev. Komandanın baş məşqçisi Pərviz Abuşovdur. Ulduzda 1 nömrəli qapçı Kamil Məsmaliyev, 6 Nihat Qiyaslı, 10 Elcan Bəşirli, 16 Əlixan Kişiyev, 14 Kərim Qasım, 57 Mərdan Hüseynov, 59 Əlixanlarov, 13 Vüsal Ağazadə, 15 Səid Nağızadə, 11 Əli Mirzəyev, 65 İbrahim Axundov, 62 Səyid Kərimov, 9 Nihat Şükürov və 28 nömrəli oyuncu Məhəmməd. Komandanın baş məşqçisi isə Çingiz Bədəlovdur. Outdan Uğur topu oyuna daxil edir. Tunar da oynuyor. Tunar rəqiblərini keçdi. Mərkəz istiqamətini ötürmə, amma Ulduz oyuncuları topu uzaqlaşdırır. Ulduz komandası topu oyuna daxil edəcək. 25 nömrədə Kamil Məsmaliyev. Onunla indi Tunar hesab aça bilər, zərbə top dirəkdən qayıdır. FA komandası hesab açmaq üçün çox gözəl bir imkan qazanmışdı. Tunar Rəşidzadə bu imkanı qola çevirə bilmədi. Mərdan sağlı oynayır, ötürmək keçmədi, Uğur qarşılayır. Yenidən Mərdan sağlı oynayır, Elcan yenə onun qarşısında. Uğur kəsir bu epizodda. Hüseyin Ağa Ağayev top oyuna daxil edir. Əli Elcanla oynuyor. Yox, keçmədi. Nihat ötürmə, Elcan istiqamətlə qapıya zərbə, az fərqlə top qapının yanından keçir. Əlixanlarov çox gözəl ötürmə ilə yadda qalmaq istəyirdi. Elcan topladı komandanın 10 nömrəsi. Yenidən Elcan içəriyə doğru ötürmə. Nihat Qiyaslı yox. Keçmir. Saxlamadan topu qapıya göndərsəydi. Kərim Qasım üzr istəyirəm. Salam uşaqlar. Ulduz top aldı, Əli Elcanla oynayır. Elcan sağ ayağı ilə qapıya zərbə, top qapıda da az öncə də çərçivəyə bir zərbə indirmişdi. Həmin zərbə qapının yanından keçsə də bu dəfə Elcan öz istəyinə nail ola bildi. Yenidən Tunar Rəşidzadə, Mərdan vardı onun qarşısında, Əlixan Kişiyev solda oynuyor. Elcan istiqamətinə Uğur qarşıladı topu. Arka boşdu. Ora bax. Elton Tunarla oynuyor. Turan bu dəfə də Kamil Məsmaliyev komandasını qoldan xilas edir. Top meydanı tərk eləmədi. Kərim Qasım ötürmə, Elcan. Tunar ondan topu aldı. Yerində çevrilməyə çalışırdı Uğur. Yenidən Tunar Bayram ilə divar ötürməsi etmək istedi. Kərim Qasım keçdi bir rəqibini. Bu dəfə də Uğur yaxşı oynadı. Tunar istiqamətinə əlavə bir ötürmə. Bu dəfə də Nihat onun qarşısını kəsir. Kərim. Yenidən Nihat. Kərimlə oynuyor. Qısa ötürmələr Mərdan. Geriyə oynuyor Kamil. 25 nömrəli qapçı. Uzun oynuyor. Keçmədi. Yenidən Tunar qapıya zərbəsi bu dəfə də diqqət mərkəzində FA-nın
11 nömrəsi olur. Zərbəsi qapının üstündən keçir. Uğur outdan topanı daxil etdi. Rəşidzadə olmadı. Nihat Əli Xan Kişiyevdə oyunu komandanın 16 nömrə olan içəriyə doğru. Qapıya zərbə top. Qapıya daxil olur. Ulduz komandası ikinci. Qolu vurur komandanın kapitanı 16 nömrəsi Əli Xan Kişiyev. Təhlükəli zərbə indirdi. Yəqin ki Hüseynağa da bu üstudda içəriyə ötürmə gözləyir, amma Xan Kişiyev ilk öncə qapıya baxdı, daha sonra gözəl qolla yətdə qaldı. Bunlardan içəriyə doğru ötürmə. Kamil irəli oynuyor. Elmir qarşıladı Bayram. 2-10 nömrəli oyuncusunun mübarizəsi və top meydanı tərk eləmədi. Əla bir ötürmə. Kərim Qasım top meydanda saxlaya bilir. Mərkəz istiqamətlə ötürmə. Zərbə qapçı Hüseynağa yaxşı oynuyor. Mərdan. Uğura dəyən top kün zərbəsi. Küncdən içəriyə doğru ötürmə. Bəşirli. Sağa çəkdiyi içəriyə ötürmə. Qapı istiqamətindən daha bir zərbə. Əli Xanlarov. Üçüncü qolu vurur. 59 nömrəli oyuncu. Ulduz qarşılaşmaya çox yaxşı başladı. EFA isə görüşün əvvəllərində fürsətlərdən istifadə edə bilmədi. Əvəzində isə Ulduz komandası 3 qol vurub. Uğur. Vüsal. Əla keçdi rəqəmi. Vüsal məsuliyyəti özlərinə götürür. Qapı istiqamətindən zərbə, daha bir qol vurulur. Bu dəfə də Ulduz. Vüsal Ağazadə. Dördüncü qolu vurdu Ulduz. Yəqin ki EFA komandası bu dəqiqələrdə Ayxan Xudiyev sağlı oynayır. Yenidən içəriyə doğru ötürmə. Tunar yer yox. Hakim davam işarəsi verir. Tunar deyil, düzdür istəyirəm. Əli. Məhəmməd istiqamət ötürmə. 28 nömrə geriyə oynayır. Vüsal Ağazadə. Vüsal. O məsafədən qapıya zərbə indirir. 5-ci qolu vurdu. Ulduz komandası bir dəqiqə ərzində 2 qolla yaxda qaldı. Komandanın 13 nömrəli oyuncusu. Cəlmə zərbəsi yeni yetiriləcək. Vüsal başlayır. Məhəmməd Əli ilə oynuyor. Qurbanın qarşısında Nihat zərbəsi qapçı. Nihat Şükürov. Biz artıq onu da oyunda görürük. Bir qədər də əsəbləşir. Topun qapıdan keçməməsinə. Gün zərbəsini Ulduz yeni yetirdi. Ev tapşırıq izləyə bilərik, amma Vüsal daha bir zərbə indirə bilər və keçmədi. Yunis irəli oynuyor. Ayxan Xudiyev rəqibi əks hücumda yaxaladı və buraxılan qollardan birinin əvəziyə çıxılır. Ayxan Xudiyev rəqibi əks hücumda yaxaladı. Yunis ötürdü. Yunis Quluzadə təkrara baxırıq. Və 7 nömrə komandasının təsəlli qolunu vurur. Amma irəlidə hələ ikincisi var. Ulduz ikincisiyə çox sürətli başladı. Ard-arda vurulan qollar EFA-nın da işini çətinə saldı. Səid geriyə oynayır. Vüsalla yenidən Səid istiqamətinə. Əla bir ötürmə. Nihat Allah'tı rəqibini mərkəz oyunur. Qapıya zərbə, daha bir qol vuruldu. Səid 15 nömrə Səid Nağızadə. Ulduzun 6-cı qolunu vurdu Səid. Geriyə Kamil oynuyor. Kamil yerlə keçmir yenidən. Kamil çox rahat bir şəkildə qapıya zərbə indirir. Hüseynağa Ağayev bu topun qarşısını kəsir outdan.
Efa top oyuna daxil etdi. David Qəhrəmanlı artıq oyundadır indi. Hakim devam işarəsi verir. İstiqamətə daha bir zərbə yolundan gəlir. Hörmətli futbol azarkeşlər ikinci hissə başladı. Efa komandasının heyətinə 44 nömrə David Qəhrəmanlı'na biz oyunda görürük. Ayxan istiqamətə qapçı irəli çıxdı. Üzr istəyirəm. Tunar istiqamət edilmiş bir ötürmə idi. Outdan Efa başlayır. Nihat irəli vurur. Elcan. Daha bir akrobatik zərbə o qədər də təhlükəli olmadı. Qapıdan zərbə ilə Hüseyin Ağayev top oyuna daxil etməyə hazırlaşır. Ötürmə verməyə hələ ki oyuncu axtarır bir qədər. İrəliyə Ayxan Tunarla oynuyor. Mərdan ondan topu aldı. Uğur. Yenidən Mərdan. Avvalca hərəkətlər. Geriyə doğru ötürməyə qapçı. Kamilə qədər top gəlib çatır. Kərim Qasım. Uğur. Özü irəliyir qapıya zərbə. Qapçı Kamil. Bu zərbələrlə onu narahat etmək mümkün deyil. İkinciden başladı. Səid Kərimlə oynuyor. Kərim mərkəz istiqamət edilmiş bir ötürmə. Pressing təqdim edir Efa oyuncuları. Az qala rəqibdən top almağı bacaracaqlar. Elcan içəriyə baxdı. Müdafiəçilər topu qarşıladı. Uğur. Əla bir ötürmə Ayxan Xudiyev istiqamət Ayxan. Qapçını keçdi zərbə və qol. Efa daha bir gol vurur. Ulduza yaxınlaşmaq bir qədər çətin olacaq. Amma hələ ikinci hissənin başa çatmasına bir xeyli vaxt var. Elzan başlayır. Görək Efa'nın oyunu necə olacaq. Elzan qapı istiqamətindən zərbə qapçı. Hüseyin Ağa. Outdan Mərdan top oyuna daxil edəcək. Yox, zərbə indirmək mümkün olmadı. Tunar Rəşidzadə, Tunarda qalır qapçı. İləri çıxdı, indi Ayxanın önünə düşdü. Ayxandan daha bir gol. Efa daha bir gol vurur. Ayxan Xudiyev özünün və komandasının 3-cü golunu vurur. Oyunda bir qədər canlama baş verdi. Ayxan ikinci golu vurdu. Cəmi 2 dəqiqə ərzində 2 qolla yatdı qalır mərkəzdən. Ulduz topu oyuna daxil edir. Yenidən Tunar. Kamil irəli oynuyor. Ulduz oyuncuları indi tərs bir ötürmə Ayxan. Xudiyevdən daha bir gol 4 dəqiqəyə 3 gol vurur Ayxan Xudiyev. 4-cü goluna imza atır, pokerə imza atır. Efa oyuna qayıdır. 2 topluq fərq qaldı. Tərs bir ötürmə Ayxan dəqiq zərbə indirir. İlmir çox həyəcanlı şəkildə oyunu izləyir. Az öncə oyundaydı. Qapı istiqamətinə top qapının yanından keçir. Hüseyin Ağa. David irəliyə oynuyor. Geriyə Rusal Mərdan. Qapı istiqamətinə daha bir zərbə təhlükəli alınır. Əli Mirzəyev. Ağayev başladı. David. Out. Rusal Ağazadə altdan top oyuna daxil edir. Mərdan keçdi rəqibini. Ulduz qol axtarışladı. Qapçı topu qaytardı. Hücum davam edəcək. Məhəmməd Əli ilə oynadı zərbə. Mirzəyev. Ulduz oyuncuları yenidən fərqi bir qədər artırdılar. Məhəmmədin ötürməsini Əli Mirzəyev dəqiq zərbə ilə tamamladı.
Hər halda ikincisi də daha heyecanlı keçir. Qayda pozulur. Cəlmə zərbəsini EFA oyuncuları yerinə yetirəcək. Zərbəni kim vuracaq? Elmir və Tunar topun gerisindədir. Hakimdən işarə gəldi. Elmir ötürdü, amma Nihat burada bu taktikanı oxumağı yaxşı bacardı. Əli Xanikişiyev top rəqibdən uğurladı. Əli topladı sol ayağına, qapıya zərbə, qapçı bu topun qarşısını kəsə bilmədi. Bugünkü oyunda Əli Xanikişiyevdə 2 golla yadda qaldı Vüsal Ağazadə. Onun da 2 gol var. Daha bir tərk Bayram. O ne keçiriydi. Daha bir zərbə. EFA növbəti golunu vurur. Judo Federasiyasının təlim məşq bazasında gol yağışı davam edir. Bayram Bayramlı. Komandanın nömrəsi Ayxan Xudiyev. Cəlmə zərbəsindən topu birbaşa. Qapıya zərbə, amma top Elmirə dəyir. Üçüncü zərbəsindən Vüsal, yer ötürməli Mirzəyev. Əli qapı istiqamət təhlükəli olmalı. Və Xanikişiyev dirəkdən qayıdır. Qapıcı yaxşı oynuyor. Qarışıb daha bir zərbə dirəkdən Vüsaldan gəlir. Məhəmməd hücum davam edəcək. Qapıya uzaqdan zərbə, bu dəfə də bu bir PlayStation oyunu deyil. 3 dəfə arda-arda qapı dirəyinə gələn top qapıdan keçmək bilmədi. Yəqin ki, bu hücum sosial şəbəkələrdə trendə çevriləcək. Vüsal başladı, Məhəmməd. Qapıya zərbə, Mirzəyev. O topu qapının üstündən vurur. Cəlmə zərbəsindən Nihat. Mərkəz istiqamət ötürmə, yox zərbə alınmır. Və Nihat topu meydanda saxlamağı bacarıldı hərəkətdə. Uğur Vaydonun qarşısında. Elmiri də keçdi Nihat. Nihat. Messi sayağı qol vurmaq istəyir. Tunar nəks hücum. Ayxan. Yenidən Bayram, daha bir qol vurmaq lazımdır. Qapçını keçdi. Bayram içəriyə, yox. İmkan vermədi Əli. Ağayev. Nihat'la oynuyor. Şükürov topun meydandan çıxmasına, bəli, indi meydana tərk edir. Outdan Elmir dərhal top oyuna daxil edir. Xanikişiyev Məhəmmədlə oynuyor. Nihat. Nihat zərbə. Bu dəfə də ayaqqabı ayağından çıxır. Məhəmməd qarşılaşmanın da son saniyələrdə görüş bitdi, hörmətli futbol azarkeşləri hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm. Qapılara 13 gol vuruldu. Bir-birinə maraqlı qollar izlədik. Növbəti oyunlarda hər iki komandaya uğurlar arzu edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. EFA-da komandanın 7 nömrəsi Ayxan Xudiyev, oyunun ulduzu isə Ulduz komandasının 13 nömrəli futbolçusu Vüsal Ağazadədir. Hörmətli tamaşaçılar, beləliklə Vüsal Ağazadə Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqə qazandı. Sağ olun, növbəti oyunlarda eşitmək ümidilə.